İndi məni dinləyənlərdən diqqət istəyirəm. Sözün əhəmiyyətli hissəsinə keçid eləmək istəyirəm. İstəyirəm ki, bu yerdə diqqət edəsiz mən nəyə demək istəyirəm. Həyat qısadır. Qısa olduğu üçün dəyərsizdir. Yəni, dəyməz də bir çox şeylərə görə qanımı qaraltmaq, sevinmək, incitmək, incimək. Gəldi, nəsiyyət istədi. Elə çox istəyirəm bu sözü, mənim xoşuma gəlir. Alimdən nəsiyyət istədi, dedi iki şeylə. İncitmə və incimə. Bunu eləyə bilsin, çox böyük adamsan. O xırda şeylərə görə küsürsən, inciyirsən. Bunlar hamısı odur ki, sən çox əhəmiyyət versən əhəmiyyətsiz şeylərə. İncimək, küsmək, onu göstərir ki, insan kiçikdir, cılızdır. Uman yerdən küsəllər filan, bəzi məqamlar, o küsmək də deyil, o məsələn, nəyəsə təmənna eləmək, o bəzi məqamlarda olar. Amma ki, incimə və incitmə, bu cür yaşamaq üçün gərək həyatın əbədiliyini görəsən və buradakı həyatın müvəqqətiliyini. Müvəqqəti şeylər üçün adamları incitmək olmaz. Bir dənə, bütün dünyanın hamısı bir insanın ürəyinə yox, atılan dırnağına dəyməz. Onu sən elə bir qəmləndirəsən nəyəsə görə. Bu baxımdan həyata önəm vermə, qısadır. Amma, bax, bura diqqət etməyinizi xahiş edirəm. Amma axirət həyatına təsir baxımından dünya çox önəmli yerdir. Dünya çox önəmli yerdir. Bir baxımdan qısadır, əhəmiyyətsizdir, Allah kiçildir dünyanı. Bir baxımdan mənim gələcək mənzilim burada müəyyən olunur. Burada artıq diqqət və həmin önəmsiz dünya çevrilir olur önəmli sənin üçün. Sənin hər bir hərəkətin oradakı yerini müəyyən eləyir. Sənin hər bir anın. Canın çıxandan sonra, dünyadan gedəndən sonra özünü öldür, oradakı mənzilində 1 santimetr dəyişiklik eləyənməyəcəksən. Bağlandı qapı. Neynəcəksən buradadır. Onda görürsən ki, bayaqdan ki danışırdın önəmsiz dünya gəlir, bu baxımdan baxanda önəm kəsb eləməyə başlayır. Olur çox önəmli bir yer. Çünki sən nəticəyə, oradakı nəticəyə ancaq burada təsir göstərə bilirsən. Buradan getdinsə nəticəyə təsir imkanın bitdi. Vəssalam. Oradan ancaq nəticə görməyə gedirsən. Bu baxımdan dünya oradan mühüm yerdir. Oradan daha mühümdür. Bu baxımdan götürəndə. Çünki sən burada hər bir hərəkətin, düşüncən, addımın oradakı mənzilə bu və ya digər dərəcədə təsir göstərir. Biz mənzilimizi burada seçirik. Beş günlük dünyadır, qısalıq baxımından bəli. Əhəmiyyət vermə çox, özünü öldürmə bəli. Əhəmiyyətsiz bildiğin kiçik bir şeysən, mənə dəyməzsən sən. Amma bu 5 günlük müddət fürsətin var. Nə əldə eləyəcəm buradadır, onda həmin dünya başlayır sənə əhəmiyyət kəsb eləməyə. Bu baxımdan baxanda möhkəm yapışırsan dünya həyatından. Ciddi yanaşmağa başlayırsan. Hər anın buradakı həyatın, sənin oradakı milyardlarla il yaşayacağına təsir göstərir. 10 nəfər adam oturub bir yerdə. Biri durdu, hamıya çay gətirdi. Bu bir dənə çay gətirməklə buradakiləri, məsələn, 1000 il işıq sürəti ilə geçsin, o boyda məsafədə qabaqladı, keçdi qabağa. Belə bir imkanı var bu dünyanın, belə bir potensialı var. Hər saniyəsi oradakı mənzilini qaldıra bilər, 100 illərlə qabağa sala bilər səni. Onda deyirsən ki, yox, bu fürsətdir, bəhrələnməliyəm. Başlayırsan həmin o dəyərsiz dünyaya bu baxımdan əhəmiyyətli yanaşmağa. Bir Subhanallah fərqi orada, birinin artıq Subhanallah deməyinin fərqi 100 illərlə məsafədir. Çünki geniş aləmdir ora. Orada fərqlər də genişdir. Bir Subhanallah birindən qabaqdasansa, mənzilləriniz arasında 100 illərlə fasilə yaranır. Bax, bu inanc insanı aktivləşdirir. Deyirləri, qərblilər aktivdir, müsəlmanlar ölü. Çünki axirət inancının ancaq dünyanın əhəmiyyətsiz hissəsi izah olunub. Amma bu baxımdan baxmayıblar ki, burada hər şey əlli olunur. Mən gərək hər an qədrini bilin, fəaliyyətdə olun.
İmam Sadiq əleyhissalam buyurur ki, Allaha bəndə olan adamın bir saniyəsi boş keçmir, dayanmadan fəaliyyətdədir. Çünki bilir ki, hər saniyə yüksəliş imkanıdır. İçində əyləncə də var. Əyləncə də var. O demək də həmişə işləyir. Əyləncə də nə üçündür burada? Yenə də həmin hədəflə əlaqələndirilir. Biraz dincimizi alaq ki, yolu yenə gedək. Əyləncə də olur yolun tərkib hissəsi. 20 dəqiqə, 1 saat oturaq deyək, gülək. Cənnətdə bir yer qərar veriblər. Adı Darul Fərəhdir. Darul Fərəh yəni sevinc evi, şadlıq evi. Şadlıq evi kimlər üçündür? O kəslər üçün ki, başqalarını sevindiriblər, şad ediblər. Onda zarafat da yaxşı olur. Deyəsən, güləsən, həddində, qaydasında. İki günü bir-birinə bərabər olan adam məlundur, bizim Peyğəmbərimiz Əhl-i Beyt buyurur. İki günü bir-birinə bərabər olan adam lənətli idi. O qədər önəm verir inkişafa. Hər saniyon inkişaf olsun. Həyatın hər saniyəsi, hər anı ayrıca ucalmaq imkanıdır. Ayrıca yüksəlmək imkanıdır. Onda həyat müsabiqəyə çevrilir. Olur əyləncəli bir oyun. Sənin axirətdəki evin İmam Hüseynin evi ilə məsafəsi nə qədərdir? Heç o haqda düşünürsən? Bu dünyada müəyyən olunur. Canın çıxandan sonra o mənzillər arasında fasilə yaxınlaşa bilməyəcək. Yaxınlaşması mümkün deyil. Məsafəni heç nə eləyib yaxınlaşdıra bilməyəcəksən. Nə qədər buradasan bunun fikrində ol. Bəli, bu baxımdan dünya çox önəmli yerdir, çox əhəmiyyətli yerdir. Bu dünyanın hər bir məhdudiyyəti səni inkişaf elətdirir. Sənin mənzilini artırır. Futboldan keçən dəfə misal çəkdim. Futbolisti, məsələn, indi adını çəkəkdə hansı, məsələn, məşhurları kimdir, məsələn, Messidir, məsələn, Ronaldo'dur, filan kəsdir. Bunları bu həddə çatdıran nədir? Məhdudiyyət. O məhdudiyyət, hərədə bir dənə top olsa, oyunçuluq məharəti üzə çıxmaz. Hər tərəf qapı olsa, oyunçuluq məharəti olmaz, üzə çıxmaz. Bütün bu məhdudiyyətlərdir ki, onun içində olan o oyunçuluq potensialını reallaşdırır, həyata keçirir, inkişaf etdirir. Həyata da baxışın belə olsa, dünyadakı məhdudiyyətlərin hər biri sənin oradakı mənzildə yüksəlişvə səbəb olur. Elə baxsan, başqa cür yaşayarsan. İki nəfərdir görürsən, biri ilə o birisinin arasında 100.000 il fasilə var. Nə üçün? Bu salavat çox deyərdi, məsələn. Məsələn deyirəm. Fasilələr belə olur. Oradakı geniş aləmdə bir salavat fərqi mənzili çox qabağa aparır. Çox qabağa aparır, ayırır adamları bir-birindən. Dünyada belədir. İkisi də doktorluq dissertasiyası müdafiə edib, ikisi də alimdir. İkisi də eyni dərəcədədir. Amma axirətdə belə deyil. Bir fəndən biri bir qədər zəif olubsa, məsafə gəlir olur nə qədər adamların arasında. 100.000 illik məsafə olur. Oradakı fərqlər fantastikdir, çünki geniş aləmdir. Buradakı fərqlər nə qədərdir? Birinin biraz pulu çoxdur, birinin evi biraz yuxarıdadır, birinin evi biraz aşağıdadır, birinin evi falan belədir də, bu cür fərqlər belədir. Bir dənə misal deyim sizə, buna diqqətlə qulaq asın. Keçmişdə demişəm ki, mənə baxıbsa, gəlibsə onu xatırlayır. Yuxudur, amma kəramət falan deyil bir baxımdan götürəndə. Bəzən yuxular danışılır çox və su-istifadələr olunur. O qədər yuxuda İmam Zaman görüb, gəlib mənə xəbər gətirənlər olub ki, görmüşəm ki, ağlı çaşıb yazığın. Ağlı çaşıb və necə deyim, gəlib İmam Zaman adından tövsiyə. Bir alim dedi ki, İmam Zaman ağanı görüb eləsin, mənə de ki, mənə birbaşa özü gəlsin desin. Mən elçi ilə filandan söz eşitmirəm. Gündə bir elçi göndərməsin, zarafat elirdi belə.
yuxu filandan çox danışmaq yaxşıdır. Bəzi yuxular var ki, yuxu olduğunu inkar eləsən belə, ki, olmayıb belə bir şey. Yenə də həqiqət yerində qalır. Bu bir. İkincisi də ki, görsən, düppədüz sözdür də bu həqiqət. Bir alimdir, bunu danışır. Deyir ki, 3 dostum vardı, 3'ü də şəhid olmuşdu. 3 dostum vardı, 3'ü də şəhid olmuşdu. Yatdım, yuxuda gördüm ikisini. Gördüm ikisi bir yerdədir. Biri yoxdur yanlarında. Dedim ki, bəs üçünüz də dost idiniz. İkisi bir yerdədir, biri... Siz 201 yerdəsiz, o biri hanı bəs? Dedi, o çox yuxarıdadır. Üçü də şəhiddir. O dedi, çox yuxarıdadır. Dedim, niyə? Nə səbəbdən yuxarıdadır? Dedi ki, deyə bilmərəm. İsrar elədim. Dedi ki, 2 rükət namaz qılıb falan əməl eləyərsən, sonra bunun cavabını həzm eləmək imkanı olar, izah eləyə bilərəm sənə. Yuxudan durdum, gecənin bir aləmi, bu nə yuxuydu, bu nə idi? Durdum, düdüyə əməl elədim. Elədim, yatdım, yenə gəldi yuxuma. Soruşdum ki, bəs o filan şəhid hardadır, dostuz? Dedi, çox yuxardadır. Niyə görə? Cavabımı, indi verə bilərəm cavabını. Ona görə ki, biz tələbəlik illərində 2 ay, filan alimin, alim deyək, məsələn, ziyalı deyək, kim deyək, təsirinə düşdü, onun da batil fikirləri var idi. 2 ay onun fikirlərinin təsirinə düşdü, sonra ondan ayrıldıq, bu düşmədi onun təsirinə, bu qədər məsafədir ki, indi gəlib burada axirətdə 100 milyardlarla il fasiləmiz var ki, bərpa eləyənməyəcək onu heç vaxt. Belə oldu. Dünyada kiminlənsən, kimin arxasıca gedirsən, kimin sözünü həzm eləyirsən, hamısının təsiri var. Hamısının təsiri var. Öyle zarafat məsələ deyil. Deyir, kimi dinləyirsənsə, kimə qulaq assansa ona ibadət edirsən elə bil. Yəni, düzgün seçim elə. Haradasan, hansı, kimlərlənsən, hamısı təsir eləyir, hamısı. Mənzilvə təsir eləyir. Tərəzi çox dəqiqdir. Dəqiq hesab kitabdır. Dünya çox əhəmiyyətlidir, bəli. Ni'məl avun ət-dünya aləl-axirə. Deyir, dünya axirət üçün çox gözəl bir yardımçıdır. Çox önəmlidir. Hədislər deyərəm sizə ki, hər saniyəvi qənimət bil. Hər saniyə bir pillə ola bilər, yüksəliş imkanıdır. Hər saniyə, həyatın hər anı. Önemli bir buranı. Ona görə deyir, ölüm istəmək olmaz. Ölüm istəmək. Çünki sənə fürsətdir, yaşadıqca fürsətdir. Hər saniyə fürsətdir. Mən Allahla görüşmək istəyirəm, istə Allahla görüşməyi, amma vaxtını qoy özü müəyyən eləsin. Nə zamanını ona həvalə elə. Özü müəyyən eləsin. Sən yaşamaq istə, uzun və bərəkətli ömür istə özün üçün. Nə üçün? Çünki hər bir anı sənin üçün yüksəliş imkanıdır, fürsətdir. Niyə görə bu fürsət tez kəsilsin? Ona görə İmam Səccad əleyhissalam imamdır da, duası da ağıllı duadır. Deyir, ilahi, məni o vaxta qədər yaşat ki, ömrüm sənə itaətdə keçir. Elə ki, ömrüm şeytanın otlağına çevrildi, ondan bir gün qabaq canım aldı. Bəli, itaətdə keçən ömürdürsə, hər saniyəsi qənimətdirsə, qoy elə çox yaşayım. Ona görə deyir, ölüm arzulamayın, ölüm istəməyin. İstisna ölüm var ki, ölüm də deyil, o şəhadətdir, şəhidlikdir. Niyə görə şəhidlik istəmək olar? Həmin məntiqdən izah edeyim və sözümü bitirim. Bizim hər söhbətimiz şəhidlərimizin bərəkətindəndir. Niyə görə şəhid ölümü istəmək olar, şəhadət istəmək olar? Ona görə ki, mən bundan sonra yaşayacaqdım nə qədər? 70 il, məsələn. 70 ildə nə qədər inkişaf eləyəcəkdim, hər saniyəmdən istifadə eləsəydim filan qədər. Şəhadət sənə onu elə həmin anda verir. Şəhadət zəhmətsiz o zirvəni fəth eləməkdir. Da yaşamadan. Ona görə şəhadət istəmək istisnadır. Amma ölümü yox. Hər saniyədə sən nə qədər inkişaf eləyə bilərdin, niyə ölüm istəyirsən? Amma şəhadət deyir, nə qədər inkişaf eləyəcəkdin filan qədər. Yaxşı da, nə qədər yaşasaydın, 100 il. İndi neçə yaşın var? 20 yaş. Hamısını. Elə bil ki, 100 il yaşadın, hər saniyə öndən bəhrələndin. 20 yaşında sən o yerə getdin, çatdın. Ona görə şəhidlik istəmək məntiqlidir. Məntiq var şəhadət istəyində. Adam bir şey düşünsün, arzulasın gərək. Düşünüb arzulasın. Şəhidlər belədir, bax.
Şəhidlər düşünüb qərara gəliblər ki, mən seçirəm bunu. Ağıllı fikirdir bu. Şəhidlik daha ağıllı fikirdir. Şəhidlər İmam Hüseynin yanında olacaq. 1000 ildə yaşasan, çətin sən gedib orada çıxasan. 1000 ildə yaşasan. Ona görə bir il alim yatmır, gecələri əhya saxlayır, şəhadət istəyir. Adam düşünüb nəticəyə gələndə ki, doğrudan da ağıllısı budur. Qəribə bir şeydir. Allah düşünüb gəldiyimiz qərarları təsdiqləyir, deyir, imzaladım. Düşündün, qərara gəldin, bəli, imzaladım. Düşünüb qərara gəlib şəhidlər. Düşünüb qərara gəlib. Düşünmək çox mühümdür. Adam otursun, vursun, çıxsın, hesablasın, görsün ki, hə, nədir axırı? Şəhid olmağına dəyər. Bax, bu qərar var, çox hörmətli qərardır. Təfəkkür çox önəmlidir. İndi var, Rəcəb ayıdır, Şəban ayıdır, Ramazan ayı gəlir, Quran oxuyacaq. Quranı çox oxumağa yox, Quranın üzərində çox düşünməyə diqqət eləsin hamı. Bir alim deyirdi, o qədər mənə təsir elədi ki, Bismillahirrahmanirrahim oxuyuram, Rəhmanda bir saat ilişirəm, Rəhman bir bağdır ki, girdinsə valih eləyirsən, çıxmaq olmur, rəhmə gəlib sata bilmirəm. Buna deyilə Quran oxumaq, təfəkkürlə. Rəhman adı üzərində dayanıram, düşünürəm, növbə rəhmə gəlib satmır. Çox vaxt. Rəhman bir bağdır ki, onun qapısından içəri girirsən, hey, gəzirsən, gəzişirsən, yorulmursan orada. Çıxmaq istəmirsən. Adamlar var, düşünüb qərara gəlir ki, bəli, şəhadət çox faydalıdır. Allah da deyir, çox gözəl, qərara gəldin, imzalayıram. Allahın bir baxımdan işi, bizim qərarları imzalamaqdır, bilirsiniz. Bunu istəyirdim, altına imzasını attı, get. İstəkləri, arzularını təsdiq eləməkdir.